Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Artikel bölməsinə aid 20 suallıq testin izahına baxırıq. Deməli, birinci sual düzgün variantı seçin. Baxırıq birinciyə. A most famous writer deyir. A most famous writer olmazdı. Olardı the most famous writer. Çünki most sifətin üstünlük dərəcəsi ilə işlənir. Yəni sifətin üstünlük dərəcəsidir və qarşısında da z olmalıdır, e yox. Ona görə birinci səhvdir. Rather difficult test düzdür. Rather yəni artikel rather'dan sonra da işlənə bilər. Əvvəl də işlənə bilər. Okeydir, bir səhv görmürəm. Üçüncü, a European country düzdür. European və article da məsələ samitlə başlanan isimlərin qarşısında işlənir. Dördüncü, a hundred door. Hundred sözü ilə, yəni bu sayla artikelinin işlənməyi normaldır. Amma özündən sonra gələn isim cəmlənməli idi də, doğrusu olmalı idi. Ona görə də dördüncü də səhvdir. Yəni 1, 4, səhvdirsə 2, 3 düzgün cavabdır. Doğru cavab Y variantıdır. İkinci testimizə baxırıq. Düzgün variantı seçin yenə də. A honest man səhvdir. Çünki samitlə başlananların qabağında işlənir. An honest man olmalı idi. A nice uniform düzgündür. To tell the truth tamamilə doğrudur. To have a dinner səhvdir. Çünki article burada işlənməz. To have dinner, to have breakfast, to have lunch article olmadan işlənəcək. 1 və 4'ü çıxırıq. Yenə də 2 və 3 bizim doğru variantımız A variantıdır. Üçüncü testimizin izahına baxırıq. To have a bath olmalı idi. Yəni birinci səhvdir. A useful advice olmaz. Nəyə görə? Çünki advice sayıla bilməyən isimdir. Və mən sayıla bilməyən isimdən article işlədə bilməyəcəm. Buna görə də ikinci səhvdir. A furniture shop düzdür. Burada article shop'a aiddir. Furniture'ya aid deyil. Söhbət mebeldən getmir. Mebel mağazasından gedir. Buna görə də 3 doğrudur. Dördüncü, a delicious lunch doğrudur. Heç bir yanlış yoxdur. Ona görə də doğru cavab 3 və 4 olacaq A variantı. Dördüncü testimizin izahına baxırıq. A narrow street düzdür. Street sayıla bilən tək isimdir və qarşısında da article işlənib. Doğrudur. Such kind man dilə də heç yapışmır. Such a kind man olmalıdır. Bu article saçdan qabaq işlənməyəcək. Such a kind man olmalıydı. İkinci səhvdir. Üçüncü, to have breakfast düzdür. To have breakfast ortada heç bir article işlənmir. Dördüncü, a human history olmalıydı. Çünki an sayidlə başlanan isimlərlə işlənir. Samitlə yox. Olmalıydı 1 və 3. Düzgün cavab Y variantı. Beşinci testimizin izahına baxırıq. Deməli deyir ki, Baykal. Baykal göl adıdır və göl adlarının qarşısında da Z artiklı işlənir. Doğrudur. İtalyanlar millətdən söhbət gedir. İtalyan xalqından, millətindən söhbət gedir və Z artiklı işlənib. Doğrudur. Bir yanlış görmürəm. Yenə də Lake Ontario deyir. Ontario göl adıdır. Və göl adının qarşısında lake olmasaydı Z artiklı işlənərdi. Amma göllərin yanında lake sözü gəlirsə Z artiklını işlədə bilmərəm. Dördüncü də səhvdir. Central America olmalıydı. Burada da Z artiklının işlənməsi düzgün deyil. 1, 2 doğru B variantıdır. Altıncı testin izahına baxırıq. Bus we were traveling on stopped suddenly because boşluq tree had fallen across the road. Deyir ki, bizim səyahət elədiyimiz avtobus. Biz bilirik ki, müəyyənlik artikel işlənməlidir burada. Çünki mən bilirəm, söhbət hansı avtobusdan konkret olaraq gedir. Yəni, Z artikel işlədəcəm. A variantını və Y variantını çıxmalıyam. The bus we were traveling on stopped suddenly. Bizim səyahət elədiyimiz avtobus qəflətən dayandı. Çünki hər hansı bir ağac düşmüşdü yola. Yəni, bilmirəm dəqiq hansı ağacdır düşən. Sadəcə bilirəm ki, hər hansı bir ağac düşmüşdü. Ona görə də mən Z artiklını işlədim ki, və ağac da sayıla bilən isimdir də. Yəni, niyə boşluq qoyum ki? Çünki hər hansı bir ağac düşmüşdü. Ona görə də D variantı olacaq düzgün cavabımız. 7-ci testimizə baxırıq. 7-ci testdə deyir ki, albatros quş adıdır. Müəyyən quşdan söhbət gedir. Z artiklını saxlayacağım.
Və deyir ki, ikinci tərəfdə the largest. Bu sifətin üstünlük dərəcəsidir. Mən bilirəm ki, sifətin üstünlük dərəcəsi ilə mən z işlətməliyəm, e işlədə bilmərəm. Variantım çıxdı. Deyir ki, the albatross, the largest and most majestic sky bird has a wingspan of over the 9 feet. Doğru cavab D variantıdır. 8-ci testin izahına baxırıq. Deməli, 8-ci testdə deyir ki, I always have, heç bir article işlənməyəcək. Zero article. Heç bir article işlədə bilmərəm mən burada. Amma ikinci tərəfdə deyir ki, it's very important to have, əgər bu breakfast ola bilər, dinner də ola bilər, lunch da ola bilər. Mən onu sifətlə təyin eləyirəmsə, yəni onun necə səhər yeməyi olduğunu deyirəmsə, sifət işlədirəmsə qarşısında, bu zaman article da işlətməliyəm. Ona görə ikinci tərəfdə article olmalıdır. Doğru cavab Y variantı. 9-cu testin izahına baxırıq. Aha, şagirdlər tərəfindən edilən ən çox edilən səhvlərdən biri də budur. Mostun isimlə və sifətlə işlənməsi. Most biz bilirik ki, z article ilə o zaman işlənir ki, o sifətin qarşısında gəlir və sifətin üstünlük dərəcəsində olur. Birinci cümlədə, yəni bu cümlədə, bax bu cümlədə most isimlə işlənib. Və burada mən z article işlədə bilmərəm. Çünki bu sifətin üstünlük dərəcəsi deyil. Üzr istəyirəm. Bu sifətin üstünlük dərəcəsi deyil. İkinci tərəfə baxıram. Most beautiful picture. Bəli, most beautiful picture olar. Nəyə görə olar? Çünki beautiful bilirəm ki, sifətdir. Most da sifətlə işlənir. Sifətin ən gözəl şəkil. Ən qəşəng şəkil. Buna görə z article-ını işlədə bilərəm ikinci tərəfdə. Üçüncü tərəfdə baxdıqda isə in the world. In the world, yəni world z ilə işlənəcək. Bu sadə idi, hamının bildiyi bir şeydir. Ona görə də doğru cavab A variantı olacaq. 10-cu testimizin izahına baxırıq. We went to prison. Aha. Bəzi sözlər var ki, bu prison, school, university ola bilər. Onlar öz funksiyasını yerinə yetirəndə, öz funksiyasını yerinə yetirmək deyəndə nəyi nəzərdə tuturam? Biz məktəbə nə üçün gedirik? Oxumaq üçün, təhsil almaq üçün və yaxud da həbsxanada insanlar yəni cəzalarını çəkirlər, cəza çəkmə müəssisəsidir. Yəni öz funksiyasını yerinə yetirəndə heç bir article işlənmir. Amma hər hansı bir bina kimi, yəni adi bir bina kimi nəzərdə tutulursa, onda z article-ını işlətməliyəm. İndi 10-cu testə baxaq və baxaq görək öz funksiyasını yerinə yetirir prison yoxsa yox. Deyir ki, o həbsxanaya qardaşı üçün bəzi paltarlar aparmışdı. Aha, özü cəza çəkməyə getməyib, qardaşı üçün paltarlar aparıb. Buna görə də mən burada z article-ını işlətməliyəm. Düzgün cavab C variantı. 11-ci sualı da ona oxşar salmışam. Yenə də baxaq. The parents were waiting outside. Valideynlər məktəbə təhsil almağa getmirlər. Sadəcə binadan çöldə gözləyirlər. Hər hansı bir bina, yəni vəzifəsini yerinə yetirmir burada school. Yəni adi bina mənasındadır. Buna görə də A variantını işarələyəcəm. Və düzgün cavab A variantı olacaq. 12-ci test. She likes Hyde Parkdan əvvəl heç bir article işlənmir. Üzr istəyirəm. Mən niyə sildim bunları? Hyde Parkdan əvvəl heç bir article işlənməyəcək. Buna görə A və Y variantlarına çıxacam. Amma ikinci tərəfə baxıram və deyir ki, bench niyə? Aha, fontanın yanındakı skamyadan söhbət gedir. Söhbət müəyyən skamyadan gedir. Ona görə də C və D variantlarında çıxacam və geriyə B variantı qalacaq. 13-cü sual. Ship we saw yesterday was a cruise liner. Bizim dünən gördüyümüz gəmidən söhbət gedir. Yəni görmüşəm dünən bu gəmini. Bilirəm hansı gəmidir, məlum gəmidir. Ona görə də A variantı düzgün cavabdır. 14-cü sual. UNESCO headquarters. Aha, UNESCO bilirik ki, təşkilatdır. Təşkilat müəssisələrinin qabağında biz Z artiklini işlədirik. Da UNESCO olmalıydı. İkinci tərəfə baxıram. Deyir ki, building itself is a masterpiece of modern architecture. Bina özü isə söhbət nədən gedir? Söhbət UNESCO-nun binasından gedir də. Yenə də məlum binadır. Z artikli istifadə olunacaq. Yəni iki tərəfdə də Z olacaq. C variantı. 15-ci testə baxırıq. I read. Last və next sözləri zaman bildirən sözlərlə, yəni year, nə bilim, week,
they bunlarla gəlirsə, məsələn, ikinci tərəfdə gəlib, ia ilə gəlib. Qarşısında heç nə işlənməyəcək, zero article olacaq. Amma part, nə bilim, station, bu tipli sözlərlə işlənirsə, yəni zaman bildirmirsə, özündən sonra gələn söz. Bu zaman z article-ın işlənməyi normaldır. Yəni, birinci tərəfdə z olacaq, ikinci tərəfdə isə heç nə olmayacaq. Bu da B variantına uyğun gəlir. 16-cı test. 16-cı test biraz bizdən əzbər istəyir. Baxaq 16-cı testdə. It's out of the question olmalıydı. Burada E artiklı olmamalıydı. Ona görə birinci səhvdir. At an age of yox, at the age of olmalıydı. 2 də səhvdir. All over world-un qabağında Z işlənməliydi. On the left düzdür. In the shade düzdür. Ona görə də 4 və 5 olacaq. Düzgün cavabımız B variantıdır. Baxaq 17-ci suala. Yenə əzbər tələb eləyir bizdən. Burada isə wrong-u seçirik. To be in a hurry. To be in a hurry. Okay, düzdür. To tell the lie. To tell a lie olmalıydı. To tell the lie yox. In a whisper düzdür. On the large scale yox, on a large scale olmalıydı. Səhvdir. As the result yox, as a result olmalıydı. 2, 4, 5 A variantı. 18-ci sual. Bad food. Bu artiklı mən foodla işlətməyəcəm. Sayıla bilməyən isimdir. An oil field. Okay, düzdür. A pencil case. Düzdür. A colorful pencils. Olmaz. Çünki E artikli cəmdə olan isimlə işlənməz. 4 də səhvdir. 2 və 3 doğru cavab Y variantı. Niyə görə C variantı Y variantından sonra gəlib bilmirəm. 19-cu test. Aha, burada daha diqqətli olmaq lazımdır 19 və 20 nömrəli testləri işləyərkən. Çünki bütün cümlələri diqqətlə analiz eləmək lazımdır. Yanlış olan cümləni seçməliyik, yanlış olan diqqətli olaq. There is an information center at the airport. Uşaqlar bunu səhv yazıblar. Çünki information'ın qabağında ən artiklını görüb, sevinib qaça-qaça A variantını götürüblər ki, hə, bu səhvdir. Amma burada ən artiklı information'a aid deyil, center'ə aiddir. Yəni, burada olan, bu aeroportda olan information deyil, mərkəzdir, informasiya mərkəzidir, məlumat mərkəzidir. Yəni, article mərkəzə aiddir, information'a aid deyil. Yəni, bu tamamilə düzgün bir cümlədir, bizə səhv lazımdır. She watches TV, bəli, düzgün cümlədir. Televizora baxır, TV-yə baxır, qarşısında heç bir article olmamalıydı. I always read a newspaper in the morning. In the morning, in the afternoon, the article ilə işlənir. Düzdür. The British Museum has many famous historical artifacts. Düzdür. British Museum, muzeylər Z article ilə işlənir. Bizə səhv lazımdır. Y variantına baxaq. Planet Venus is the second planet from the sun. Bilirik ki, normalda planetlər artiklsız işlənir. Lakin planet sözü gəlibsə, biz burada Z işlətməliydik. Olmalıydı. The planet Venus is the second planet. Yəni, yanlış cavab Y variantındadır. Yanlış cümlə Y variantındadır. Və nəhayət 20-ci suala baxırıq. Düzgün cavab istəyirik, düzgün axtarırıq. English like to drink tea. İngilis millətindən söhbət gedirsə, qabağında Z artikli olmalıydı. Yəni, bu düzgün deyil, düzgün cümlə deyil. Many people travel United States. Bilirik ki, ölkələrin qarşısında normalda heç bir artikl işlənmir. Lakin United, Emirates, Federation bu tipli yəni sözlər gəlirsə, mən burada Z artikl işlətməliydim. Travel the United States every year olmalıydı. B variantı da səhvdir. C variantına baxıram. Amazon flows through. Amazon axır. Axırsa Amazon çayıdır da. Çaydırsa qabağında Z artikli olmalıydı. C də səhvdir. Çünki çayların, okeanların, göllərin qarşısında Z artikli işlənir. D variantında I can't play the piano, but I'm good at playing football. Bu düzdür. Tamamilə düzdür. Bizə lazım olan deyildi. Nəyə görə? Çünki play musiqi alətlərinin qarşısında işlənəndə Z artikli işlənir. Amma oyun adlarının qarşısında işlənəndə işlənmir. Ona görə də D tamamilə doğrudur. Yenə də Y variantına baxaq. I usually have a breakfast. Səhv budur elə. Artikli burada işlənməli deyildi. Have breakfast olmalıydı. Y variantı da səhvdir.
Düzgün cavab D variantıdır.